Boşanma halları artdıqca tərəflərin hüquq və vəzifələri də daha çox müzakirə mövzusuna çevrilir. Xüsusilə də boşanmaya müraciət etmə hüququnun müəyyən hallarda məhdudlaşdırılması cəmiyyətdə suallar doğurur. Belə ki, qanunvericiliyə görə bəzi xüsusi dövrlərdə kişinin boşanma təşəbbüsü hüquqi baxımdan məhdudlaşdırılır. Arvadın hamiləliyi dövründə və uşağın 1 yaşına qədər bu hüquq ər üçün məhdudlaşdırılmışdır. Bu məhdudlaşdırılmasının əsası isə ondan ibarətdir ki, bu hallarda, yəni arvad əsassız, lüzumsuz əsəbləşmələrdən və lüzumsuz streslərdən uzaq olması üçün belə bir qayda müəyyən edilmişdir. Ananın əgər razılığı varsa nikahın pozulmasına, bu hallarda iddianı ərlə birlikdə, yəni ananın razılığı ilə birlikdə məhkəməyə iddia qaldırmaq mümkündür. Xüsusilə də doğuşdan sonra depressiya riski artdığı üçün qadınların psixoloji dəstəyə ehtiyacı daha çox olur. Bu mərhələdə boşanma mövzusu gündəmə gələrsə, qadın bu dönəmi daha ciddi emosional sarsıntı ilə keçirir, təhlükəsizlik hissi itir, tərk edilmə qorxusu, dəyərsizlik düşüncələri güclənə bilir. Bu da həm qadının psixoloji vəziyyətinə, həm də ana kimi funksionallığına mənfi təsir göstərməsinə səbəb olur. Yəni qısa müddətli baxdıqda bu məhdudiyyət qadının müəyyən stabillik və təhlükəsizlik hissinin yaranmasına səbəb ola bilir. Lakin münasibət artıq ciddi şəkildə zədələnibsə, uzun müddətli perspektivdə bu vəziyyət emosional gərginliyin davam etməsinə səbəb olur.